Sağ olun dostlarım. Bildiğiniz ve bilmediğiniz gibi biz Green Card için müracaat etmiştik. Yani loteriya oynamıştık belə deyək. Noyabr ayında müracaat etmişdik. İndi isə may ayıdır və mayın 3-üdür. Bugün cavablar açıqlanır və biz də heyecanla girişimizi eləyirik, baxmaq istəyirik. Bu anı sizinlə birlikte paylaşaq. Baxaq görək bizə Green Card çıxır mı? Bu arada hayatımızda ilk defa müracaat etmiştik. Normalde insanlar 3 yıl, 5 yıl, 7 yıl, 10 yıl, 12 yıl arka arkaya müracaat edenler var. Ben de ilk defa değil, sen de ilk defa değil mi? İlk defa biz ikimiz de ilk Ben de defa. ilk defa değil. Görək. Xeyirlisi olsun. Heyecan var mı? Var ama azdı məndə. Məlumatlar çoxdur. Program State.gov saytına girmişik. Buradan yoxlanılır. Sistem biraz zayıf işləyir. Çünkü dünyada neçə milyon insan qeydiyyatdan keçib və hal-hazırda bu saytdan yoxlayırlar. Yüklənmə var. Mən də Google Chrome'dan girdim. Microsoft Edge'dən biraz çətin girirdi. Və gözləyirik. Check statusa. Hələ ki gedir. Zayıf da olsa girilir. Sen heyecanlısın biz. Ben biraz. Ne zamandır bu heyecan yaşamla? Oktyabrda keçmişdik qeydiyyatdan yoxsa? Confirmation number, last name, year of birth, authentication. Deməli, e-mailimə bu vakil göstərmək olar. Əmin deyiləm. Aha. Günaz müəlliməni giririk. Ctrl V ilə girdik. Last name, Qudavasova əlavə elədik. Year of birth 1991. BP43. Həyat köksümüzü oxuyuruq. Ekranı göstər. Has not been selected. Yaxından göstər. Selected. Günaz müəllimə getdi. İndi sen. İndi sana baxaq. İndi qayıdırıq geri. Yuxumda əslində görmüşüm. Yuxunda. Deyirlər yuxunda görən. Eksi çıxırmaz. Çıxarıq. Çöküb bilsin. Allah bilir bəlkə 30 milyon, 50 milyon müraciət edib. Və hamı indi saytda yazmayıb. Geri elədim. İndi yəqin yenidən daxil edəcək məlumatları. Mənəm bu. Qudavasov. Bismillahirrahmanirrahim. Karakteri. O çıxdı götürsən basın. Hayırlısı. Hayırlısı. Şu an benim de qəbul yoxdur. Has not been selected. Hayırlısı olsun. Dostlar dedim o bayaqki videonun axırını gətirim. İlk dəfə də oynayırdıq Green Card loteriyasını. Alınmadı, olmadı, qismətdə yox imiş. İnşallah ki akademik yolla müraciət edəcəyik. Düzdür, akademik yolla müraciət edəndə ödənişi olur. Ödəniş ödəmək lazım olur. Mərhələlərləndir və uzun və səbirli yol gətirmək lazımdır. Amma dostlarımızdan o şəkildə alanlar var. İnşallah ki o şəkildə müraciət edəcəyik. Yəni akademik yoldan nə demək istəyirəm? Yəni akademik yoldan almaq nədir soruşsalar, yəni doktorantura oxuyan, magistratura oxuyanlar da məqalələrdə citationlar yollanır, düzdür? Siz məqalə yazırsınız. Onlardan müəyyən citationlar əldə edib, onlara uyğun düşürmü, ondan sonra müraciət olunma olur. Belə. Hayırlısı olsun peki. Green Card alanları da buradan təbrik edirəm. Xeyirli olsun inşallah ki. Allah hər kəsin yolunu açıq etsin. Belə, sən nə demək istəyirsən? Mən demək istəyirəm ki, sən Amerikadasan, yenə durub müraciət edirsən. Qoy camaat gəlib çıxsın bura. Sən çıxmısan. Niyə müraciət etmişdin? İşləmək üçün. Yəni biz burada olsaq da işlə bilmirik. Yəni bizim iznimiz yoxdur. Ona görə biz burada müraciət etmişdik ki, fikrimizdə var idi ki, artıq işləyərik. Əlavə işləyə bilmirik ha. Yəni mən işləyirəm, normalda universitetdə işləyirəm. Sən yoxsan, əlavə yəni Əlavə işləyə bilmirik. Bəli, düzdür. Şahan müəllim heç o təhsil yolu ilə universitetdə falan işləyir orada. Həm oxuyur, həm öz təcrübələrini aparır, işləyir, research aparır. Amma mən işləyə bilmirəm. O da əlavə işləyə bilmir. Ona görə istəyirdik ki, burada da Green Card alaq, yəni bir işimizi qura bilərdik, əgər alsaydıq. Xeyirlisi olsun peki. Burada mövzunu bitirək. Hələlik.